200 metr hündürlükdən 30 metr bölü saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış cisim nə qədər vaxtdan sonra yerə düşər müqaviməti nəzərə almaq. Cisim 30 metr bölü saniyə sürətlə atıldığına görə tək qalxmanı tapa bilərik V0 bölü J'dən 30 bölünsün 10, bu da eləyir 3. Deməli 3 saniyə ərzində bu cisim qalxacaq maksimum hündürlüyə, müəyyən bir hündürlüyə qalxacaq, orada son sürəti 0 olacaq. Sonra simmetrik olaraq 5, 15, 25 qalxıbsa 5, 15, 25 də düşəcək. Bax, bu həddə qədər. Bu həddən atılmışdı. Bu həddə qədər də eyni qayda ilə düşəcək. Bunu H maksimal bərabər V0-ın kvadratı bölünsün 2J'dən də tapa bilərsiniz. 45 metr eləyir. Aha, bura yəni 45 metrdir. Geridə qalır həmin bu 200 metr hündürlük. 200 metr hündürlükdən atılmışdı axı. Ümumi bu ikisinin cəmi olur 245 metr. Müəyyən hündürlükdən sərbəst düşən cisim kimi qəbul edə bilərsiniz də V0 onsuz da 0 olacaq. Çünki maksimum hündürlükdə cisim bir an dayanır. Bu 245 metri həmin sərbəst düşən cisim neçə saniyədə düşər? T bərabər kökün altında 2H bölü J'dən tapa bilərik. 2 vurulsun 245 bölünsün 10. Bu da bizə verir 7. 7 saniyə. Deməli, cisim 3 saniyəyə qalxır, sonra 7 saniyəyə də düşür. Ümumilikdə 10 saniyə müddətində gəlib yerə çatır.